Göz dəyməsi mif yoxsa reallıq? Başımıza pis bir hadisə gələn kimi bizə göz dəydi deyirik. Və ya səyahətə gedəndə Instagramda şəkil paylaşmırıq ki, göz dəyər. Bəs həqiqətən də belə bir şey varmı? Gəlin məsələyə daha dərindən baxaq. Nəzər inancı təkcə bizdə deyil. Qədim Şumerlərdən tutmuş antik Yunanistana qədər, hətta Roma imperiyasında belə bu inanc olub. O vaxtlar elm və texnologiya bu qədər inkişaf etmədiyi üçün insanlar başlarına gələn pis hadisələri göz dəyməsi kimi inancla izah ediblər. O insanlar ki, ildırım çaxıb göy gurullayanda da Tanrı bizə əsəbləşdi deyirdilər. Təəssüflər olsun ki, bəzi insanlar nəzər inancının dinimizdə də olduğunu deyir, bizə bu cür öyrədirlər. Və bunu deyənlərin də ən böyük iddiası Quran-ı Kərimdəki Qələm surəsinin son 2 ayəsidir ki, hansı ki, nəzər ilə heç bir aidiyyəti yoxdur. O ayələrdə Allah Peyğəmbərə kafirlərin ona olan qəzəbli baxışlarından danışır. O ki, qaldı nəzərlə bağlı hədislərə, onlara heç girməyəcəm. Hədislərdən biri nə deyir ki, nəzərə inanmayanın dini yoxdur. Özünüz görürsünüz ki, nə qədər absurd bir məsələdir. Bəs elm buna nə deyir? Əlbəttə ki, elm indiyə qədər bir insan gözündən başqasına zərər verə biləcəyi heç bir dalğa, heç bir şua, enerji kəşf etməyi və elm bunu qəti şəkildə təkzib edir. Belə bir şey yoxdur. Göz dəyməsi bir illüziyadır. İnsanların məsuliyyətdən qaçaraq öz başlarına gələn pis hadisələri başqalarının baxışlarının üstünə atmasıdır. Hər kəsin həyatında müsbət və mənfi anlar olur. Biz daha diqqətli olub, işlərimizi daha yaxşı planlayaraq bu mənfi anların sayını azalda bilərik. Amma yox, əksinə nəzərə inanıb bizə göz dəyəcək deyə yaşasaq, beynimiz stresə düşəcək və mənfi anlarımızın sayı daha da artacaq. Bu videonu nəzərə inanan dostuna göndərə və daha çox bu cür videolara baxmaq istəyirsənsə, məni izləyə bilərsən. Görüşənə qədər.